Kim deyir ki, mürəbbə suyu ilə yuxa tortu olmur? Çox da gözəl alınır. Bu səfər bal yerinə mürəbbə suyu ilə istifadə etdim. Keçək hazırlanma qaydasına. İlk öncə kremini hazırlamaqla başlayıram. Mən hər zaman belə bişmə kremi istifadə edirəm. Siz əgər istəsəniz qaymaqla da istifadə edə bilərsiniz. Ancaq mən yuxa tortuna ən çox bunu yaraşdırıram. Süd, şəkər tozu, yumurta, nişasta və un qarışdırılır. Daha sonra ocağın üzərində dayanmadan qarışdıraraq bişirirəm. 1-2 dəfə artıq qaynamağa başladığını gördükdən sonra ocağın üzərinə götürürəm. Daha sonra isə xəmirinə keçirəm. Yumurta və şəkər tozunu bir-birinə qarışdırıb, üzərinə isə kərə yağını əlavə edirəm və daha öncədən ocağın üzərində su olan qazan içərisinə yerləşdirirəm. Alt hissəsinin suya dəyməməsinə diqqət edin. Yağ ərdikdən sonra üzərinə mürəbbə suyunu və soda sirkə qarışımını əlavə edib, qarışdırıb ocaqdan götürürəm. Daha sonra isə ununu əlavə edərək xəmiri artıq hazır vəziyyətə gətirirəm. Çox bərk xəmir yoğurmuram. Ümumiyyətlə heç əllə yoğurmuram xəmiri, ancaq çırpma telindən istifadə edirəm. Daha sonra dəzgahın üzərinə un səpib və həmin xəmiri ora əlavə edirəm. Biraz da üzərinə un səpirəm ki, çox ələ yapışmasın. Daha sonra isə kündələrə ayırıram. Burada məndə 6 ədəd kündə alındı. Mən kvadrat formada kəsdim, daha rahat olması üçün. Siz istəsəniz yumru formada kəsə bilərsiniz. Təbii ki, bunun heç bir fərqi yoxdur. Kənardan çıxartdığım hissələri toplayıb, daha sonra bişirib, üzərinə ovuntu kimi istifadə edəcəm. Yumşaq olan kərə yağını isə mikserlə qarışdırıb, üzərinə soyumuş, pişmiş qarışımı əlavə edirəm. Daha sonra isə başlayıram artıq yuxaları yağlamağa, yəni kremləməyə daha doğrusu. Qat-qat kremləyib, üst-üstə yığıram. Burada bütün qatları kremlədiyimi göstərmirəm, video çox uzun olmasın deyə. Daha sonra isə dediyim kimi kənarlarından çıxartdığım hissələri də bir kündə halına gətirib bişirmişdim. Ovun tok halına gətirib və tam üzərinə və kənarlarına səpirəm. Mən axşamdan bişirdim və səhərə qədər saxladım. Həqiqətən yumşaq və çox dadlı alındı. Siz də mütləq sınayın. Yuxa tortunun bir çox bişirilmə formaları var, amma mənim demək olar ki, hər zaman istifadə etdiyim budur. Bir də mürəbbə suyunu çalışın açıq mürəbbələrdən istifadə edin ki, yuxanın rəngi çox qaralmasın.